Salam dostlar, xoş gördük sizləri. Taksimetr haqqında paylaşım edirəm. Yəni pul qazandıran bir proqramdır. Bir də onu deyim ki, bəziləri deyir ki, bəs pul çıxarda bilmirik, blokluyur. Yəni bu mənim başıma gəlib, açıq deyim bu hadisə. Yəni də kim qeydiyyatdan keçmək istəyirsə araşdırsın, axtarsın, maraqlansın, sonra qeydiyyatdan keçib istifadə eləsin. Yəni mən özüm istifadə edirəm hal-hazırda. Əvvəllərim pul çıxarışı minimum 17 manat idi, indi olub 50 manatdan ancaq kart olur da, deyim bunda məlumatınız olsun. Yəni də kim qoşulmaq istəyirsə araşdırsın, maraqlansın, belə qoşulsun. Yəni sonradan kimsə deməsin ki, bəs qeyddən keçdi, belə oldu, elə oldu. Özünüz yəni şəxsi fikrinizdir. Yəni buna görə mən heç bir məsuliyyət daşımıram. Mən özümdə belə qeyddən keçmişəm. İndi paylaşıram, kimsəsə qeyddən keçib istifadə edə bilər. Maşınların qiyməti minimum 17 manatdan başlayır. Nəysə, indi hal-hazırda maşınlarda endirim var. Yəni kim istəyirsə qeyddən keçsin, rahat şəkildə istifadə eləsin, endirimlər var. Məsələn, yığılan pul, baxın gəldiniz, bura vurursunuz belə. Gəlirsiniz buradan yığılan pulu toplayırsınız, bura toplanır. Çıxarı yerinə vurandan sonra çıxarışlar gəlir və buradan çıxarışınızı eləyirsiniz. Sadəcə əvvəllərimə görürsünüz, yəni əvvələm çıxarış vardı. Məsələn 10 dollar, yəni 17 manatına belə vururdu, çıxardı. İndi amma onu bağlayıblar, ancaq kartla olur. Kartlandakı 50 manatdır çıxarış gördüyünüz kimi. Depozit də belə depozit eləyirsiniz. Burada minimum depozit 10 manatdır. Kartdan rahat depozit edə bilirsiniz. Hal-hazırda endirim var. 2 gün qalıb endiriminin bitməyinə. Kimsəsi qeyddən keçib rahat şəkildə istifadə eləsin. Bir də burada belə bir bildiriş gəlib. Yəni bir proqram var. Mərc oyunu proqramıdır. Nəsə onu heç qeydiyyatdan keçəndən sonra sizə əlavə maşın verir. Kimsəsi bunu da edə bilər. Belə tapşırığa başla sözünə vurursunuz və id var burada. İd kodu kopyalayıb atırsınız ora və sizə əlavə maşın verir. Maşın hədiyyə kimi maşın verəcəksə deyə bunu verir. Yəni belə gündə 0.6 dollar, ayda 2 dollar nə belə verir. Nəsə bunu verir. Kimsəsə bunu da edə bilər. Burada əsas qayda nədir? Qeyddən keçdiniz. Tutaq ki, hər şey hazırdır. İndi gəlir maşın almaq istəyirsiniz, gəlirsiniz mağazaya. Mağazaya gəldiniz. Burada endirimli maşınları gördüyünüz kimi bura çox yaxşı. 17 manata bunu alırsınız. Aya 20 manat verir, amma buradakini alanda aya verir 5 manat. Bu deyəsən 30 günlük müddəti var. Yəni kimsəsə bunu ala bilər. Sonra burada digər maşınlar da var. Belə maşınların növləri çoxdur. Kimsəsə rahat şəkildə alıb istifadə edə bilər. Bunlar da ki əlavə, yəni bunlar müddətsizdir, belə deyim. Bunların sonu yoxdur. Nə qədər lazım istifadə eləmək olur. Belə maşınlar üzərində al sözünə, balans artıran kimi al sözünə vurursunuz və salam maşınları alırsınız və başlayır maşınlar sizin üçün pulları yazmağa. Rahat şəkildə istifadə eləmək olur. Qeydiyyat linkini yorum hissəsində açıqlama bölümündə paylaşacağım. Rahat şəkildə qeyddən keçib istifadə edə bilərsiniz. Bir də ki, kimisə nəsə bir sözcük problemi olsa, baxın burada görürsünüz məktub yeri var. Orada yazın, maraqlanın, bəs araşdırın. Yəni desinlər hissədə problem nədir? Onlar bəlkə yazarlar indi sizə. Sonra dostlarınızı dəvət edib qəşəng qazanc əldə edə bilərsiniz. Belə tərəfdaşlar sözünə vurursunuz. Burada məsələn dost dəvət edirsiniz. Burada sizə əlavə pul, məsələn hansı dostunuz ki qeyddən keçdi, əlavə sizə bura pul vurur, üzərinə vurub pul götürürsünüz. Rahat şəkildə istifadə edə bilərsiniz. Bunlar mənim dostlarım. Yəqin ki, özləri də burada görərlər. Dost qeyddən keçən insanlardır bunlar hamısı. Məsələn 3 maşın alıb, mənə 1 manat 5 qəpik verib, belə. Yəni beləsinə qazana bilirsiniz dost dəvətlərindən də. Depozit eləyirsiniz. Depozit belə üzərindən vurdunuz. Depozit. Yəni üzərindən vurursunuz, kartı kodunu kopyalayıb pulu atırsınız və salam pul keçən kimi depozit eləyirsiniz. Rahat şəkildə depozit eləmək olur. Bu qədər dostlar. Yəni azdan çoxdan paylaşdığım ki, kim istəsəm, yəni endirimlər var hazırda 2 gün qalıb, məlumat olsun və rahat şəkildə istifadə eləyin. Yəni deyirəm, özünüz araşdırın, maraqlanın. Yəni ondan sonra maşın alın, belə deyim, proqramı istifadə eləyin. Mən özüm də yəni burada axtarıb tapıb qeyddən keçmişəm. Sabah nəsə olsa kimsə gəlib yaxasına yapışası deyiləm ki, bəs belədir. Öz fikrimdir, uşaq deyil, yəni şəxsi fikrimdir, özüm könüllü qoşulmuşam. Bu qədər. Kiminlə sözü sağ olsa yazsın, kömək eləməyə hazıram.